بسم الله الرحمن الرحيم به نستعين إنه خير ناصر ومعين صلى الله على سيدنا محمد وأهل بيته الطاهرين ولعنة الله على أعدائهم أعداء الله إلى لقاء الله أما بعد اللهم وفقنا لما تحب وترضى. Keçmiş tarix dərsində bizlər tanış olduq dərsətdən qabaq ki, İslam Peyğəmbərinin cəmiyyətdə ədalətin icrası üçün yaratdığı qurum cavanlıq yaşlarında hatta dedik ki 25-25'dən də az yazan olub və Həzrəti xanım Xədicə Salamullah Reyhanın evliliyi və tarixdə mənfur insanların xanım Xədicə Salamullah Reyhaya atdıqları iftiralar və xanım Xədicə Salamullah Reyhadan olan övladlar bəhsi, ay o qızlar övladlarıdır, yox, bu bəhs və bunların xülasəvari səhv və bilərəkdən tarixə dəyişdirilmə, o cümlədən də tarixdə buna xüsusi qısa dəlillərin işarə elədik və səbəb və illətlərini. Amma bugünkü bəhsimiz artıq İslam Peyğəmbərinə Peyğəmbərlik verilməsin bəhsidir. Əqaiddə bu bəhsi inşallah keçəcək, amma burada ona qısa işarə vurulur. İslam Peyğəmbəri elə əvvəlcədən Peyğəmbər idi. Bizim əqidəmiz də budur. Nəinki 40 yaşında Peyğəmbər oldu. Xeyr, Peyğəmbərlik vəzifəsinin icrası əmri verildi ona. Nəinki Peyğəmbər oldu. O əqidə ilə bu əqidənin yerlə görə arasında fərq olur. Və dərinimiz də bir buydu ki, İslam Peyğəmbəri əvvəlcədən ona bir mələkin Həzrət Əmir əleyhisselam Nəhcü Bəlağədə səhih rivayət dəlalət edir ki, ona xüsusi bir mələkin məmur olması və bütün işlərində onun kömək eləməsi mənası budur, o Peyğəmbər idi. Amma məsələ budur ki, Peyğəmbər idisə, Peyğəmbərdən vəzifəsini 40 yaşına ki çatdı, əmr verində artıq sən o vəzifə ki, əlavə bu Peyğəmbərlərə verilir, o vəzifəni icraya keçir. Və 40 yaşında Rəcəb ayının 27-si İslam Peyğəmbərinə bu vəzifə verilir. Məlumdur ki, bu vəzifə hamı oxuyub ya eşidir ki, 40 yaşında İslam Peyğəmbəri haramlıq arasında. Biz ona Ələq surəsinin ilk 5 ayəsi nədir? Gəldi. Orada Bəni Ümeyyə zamanı düzəldilən və təəssüflər olsun bizlərin də bəzi kitablarından keçən bir məsələ var. Onu istəyirəm sizin əvvəlcədən nəzərinizə çatdırın. İki məsələ var. Biri budur ki, güya İslam Peyğəmbərin Həzrəti Cəbrail nazil olur, deyir, "Əqra." Peyğəmbər deyir, "Mən oxuya bilmirəm." Cəbrail deyir ona, "Əqra." deyir, oxuya bilmirəm. Cəbrail deyir ona, "Əqra." 3-5 dəfə yazırlar. Bu şey çox yanlış, İslam Peyğəmbərinin məqamına alçaldılması üçün uydurulan Bəni Ümeyyə siyasətinin məhsullarındandır. Şiə əqidəsində bu şey qəbul olunmazdır, hər kəs də desə belə. Çünki nübüvvət bəhsində bunun bəhsləri olacaq. İkinci budur ki, tarix bəhsində deyilədir ki, bu adam mələk görür. Mələk buna çox şey öyrədir. İkinci də gələcəkdə biz keçəcək ki, ummi bu deməkdir ki, bu oxuyub yazma bilmirdi. Ummi başqa bir şeydir. Bunun bəhsi gələcək inşallah. İkinci bəhs budur ki,
İslam Peyğəmbəri bilir ki, mələkdir, əmr olunur ona. Əmr mələkin əmridir ki, ilahi əmrdir. Peyğəmbər əmrə qarşı ilk dəfə çıxır. Bu düzəldilmən bir şeydir. Səbəbi də bu idi ki, üçün xəlifələr, sonraki xəlifələr onun hökmünə çıxırsa, elə də təəccübə qarşı olunmuşdur. Peyğəmbərə ilk vəhiy gəlir. Əqra, Peyğəmbər demə oxuya bilmirəm. Necə oxuya bilmirəm? Əmrdir. Əmr Allah tərəfindəndir. Nə olsun mələk getirib? Yəni, bunlar Bəni Ümeyyə dəstgahının düzəltdiyi bir şeydir. Bəli, o şiə kitablarında da olsa, bu şiə əqidəsindən uyğun gəlmir. Həmin siyasətin məhsullarıdır. Bu bir. Hələ azdır deyə buna təəyyid başqa bir şey getirirlər. Təəyyid nədir? Əli əleyhissalamın müqəddəs kəlamını qoyulub, o müxaliflərin saray məmurlarının yazdığı kitabları əsas və Qurandan da üstün hüccət getirir. Hətta Quranın bəzi ayələrinə bu təzaddı var bu məsələlərin. Peyğəmbər Əkrəm güya gəlir xanım Xədicə edir ki, mənim gözüm elə bir neçə qoşa, bilməm nə deyək. Peyğəmbərə elə bir vəhiy gələndə əl-yazı billah, psixi bir xəstəyə bənzədirlər. Xanım Xədicə əksinə, hə, sən narahat olma, sən hazır ol, müşkülü yoxdur, problemi yoxdur, sən dincə, xanım Xədicə, ya Allah, Peyğəmbərə aparır, əmsi oğlu, Ərqəmi ibn Nufəldir, onun yanına, əmi oğlu, bismillah, bu nə məsələdir, bu keçmiş Tövratdan, İncildən xəbəri var, sənə nə deyir, onu deyir mənə, Peyğəmbər, hətta bizim bəzi kitablarımızda da mən görmüşəm onu, çox təəssüflər olsun, o məhsulu getirib o kitablara salmaq, nə mənası vardı, onu mən anlaya bilmədim. Ki, güya gedir təzdən Peyğəmbər Əkrəm Həzrəti Cəbrail görsən, gəlir ki, biz mənə bu oxu, dedi, həmin bu Ələq surəsindən ayılan oxu. Sənə pəs Həzrəti Musa'ya gələn namusdur, bizdə namusdur, indi İslamda olur Cəbrail, yəni bunlar Yəhudi alimi, diqqət edin, Yəhudi alimi Tövratda xəbəri olan, İslam Peyğəmbəri, sən Peyğəmbərsən, sən məndə bilim, Yəhudilər bunu başa saldı ki, sən Peyğəmbərsən, bu sənə gələn Cəbraildir, nə dedi, daha qəbul elə. Peyğəmbər də ondan sonra getdi Cəbraildir, sən də Cəbrailsən, ya Allah. Əslində bu əqidə sahibini qəbul eləmək əqidəsizlikə bərabər bir şeydir. Niyə? Şərfindən sənə sual verir. Peki, bu adam Nofəlin balası, xanım Xədicənin əmsi oğlu, bu özü Peyğəmbərdir, Allah narahatdır, köhnə kitabla oxuyur. Bu peki səhv eləyib. Həmin adam da, bu adam da tanımır buna kim gəlib, gələn Cəbraildir, şeytandır, iblisdir, bilmir. Anlı qoydular Cəbrail, həm də dəqiq, onda sizin kitablarınız sual altına gedir, din sual altına gedir. Bunu qəbul eləyən şiə əqidəsində ya cahildir, ya şiənin bilə-bilə eləyibsə düşmənidir. Və səlam. Hər kim olursa olsun. Ya cahildir bu məsələdə, ya düşmənidir. Əslən, İslam düşmənidir bunu bilə-bilərəkdən nəql eləyən. Gəlmir, heç bir bunun kökü əsası yoxdur bunun. Onda adama deyərlər, bismillah, bu Nofəl deyib buna, Nofəlin balası deyib. Bəlkə o şeytan derlər. Heç Nofəl özü onu görməyib. Bu buna gəlib. Bunlar ehtimallarla, fərziyyələrlə. Sonra Səhih Buxarıda olan qaranlıq hadisəçi ki, Cəbrailin əvəzindən Cəbrail eynir Peyğəmbər. Ay, Peyğəmbər deyən, onu çatdırmamalı cəmaata. O 3 dənə ayə şeytanın ayəsidir. Ayat-ı şeytan Səlman Rüşdi nədən yazdı? Səhih Buxarıdan, Müslümdən. Ki, o 3 dənə bütə səcdə edin. Onlarla Allaha yaxınlaşa bilərsin. Qaranlıq hadisəsini gedin, nasıl Əhl-i Sünnət mənbərlərində bizə bütpərəst deyənlər səhih kitabları bütpərəstlik məsələsinin imzasını atırlar öz kitablarında. Gedib axtarsınlar, cavab heç olmasa bir düzəlsinlər onun üçün, uydurma cavab. Bu şiə əqidəsində olmayan bir şeydir. Nə oxu mən oxuya bilmirəm, səhv bir şeydir, şiə əqidəsində bir şey yoxdur, nübüvvət anlayışına görə biz oxuyacaq.
Aleyhisselamın səhih rivayətimiz var bizim. Səhih rivayətdə bunu mələk bu adam mələkdən görüşür. Bu adam əvvəlcədən peyğəmbər idi. Bu nəinki adi bir adam idi, sonradan bunu bu peyğəmbər bozu tanımırsa bu mələk. Bu hələ ondan bundan öyrənir ki, bu kimdir? Bunun özü nə peyğəmbərdir da? Bu mələkə inanmır. Allahın göndərdiyi Rəsulə inanmır. Onun buna inanır. Onun bunu ilə Allahın işini təyin edir. Bunlar hamısı sual getirər. Əgər budursa bu sizin dininiz, hamısı getirir sual altına. Bu din onun bunun sözü ilə düzəlir. Mümkədərlə iblis nazır olur belə Cəbrail adı ilə. Bu ki. Bəs həm o oxuya bilmirəm sözü səhvdir. Bəni Üməyyənin düzəltdiyi siyasətin məhsuludur. Həm o Nofəlin oğlu ilə Xanım Xədicə Salamun Əleyhanın əmsi oğlu ilə olan söhbət tarixdə hətta səhih qaynaqda olsa belə üçün əqlə ziddiyyət təşkil edir, onun uydurma olması məlumdur. Çünki onun naqilləri ki, məsumdur. Bir dənə məsumdan siz o naqil eşitməmsən. Görməmsən ki, sən o şey deyirsən. İkinci bir məhsələ ki, Haram arasında Həzrəti Rəsula vəhiy nazil və bizim mənbələrdə də var. Əcib bir şeydir. Bunu bəzən nəql eləyən, hətta Şiə tarix kitablarından təəssüflər olsun var, baxmışıq. Görür ki, bunu da nəql edir. Bu hadisəni budur. Sonra yazır ki, ilk vəhiy nazil oldu. Peyğəmbər Əkrəm gəlir mağarada, yolda Həzrət Əmiri görür. Həzrət Əmirə bu cümləni var. Bunu bugün istidlal getirirlər. O istidlallardan da biri budur ki, Ya Əli can, sən mən gördüyümü görürsən, eşitdiyimi eşidirsən. Bu sünni mənbələrində var bu. Qalsın Şiə mənbəsi bu rivayət. Sən mən gördüyümü görürsən, eşitdiyimi eşidirsən. Fərqimiz budur ki, sən nəbi deyirsən. Bu vəzifə-i vəzifələnmədir. O əgər o tanımırdısa, hələ gedəcəkdi Nofəlin balasının yanına və özələ şübhədədir kim gəlir, bu hardan bildi Həzrət Əli görür, Həzrət Əli eşidir. O inancdan, bu inancın arası yerlə görür. O sünni, əhl-i sünnət inancının, xüsusən sələfi inancının yığcan formasıdır Şiə adı ilə yayınlanıb təəssüflər olsun, min təəssüflər. Bu necədir? Amma bu şübhəyə cavab verəndən sonra Ələq surəsi nazil olur. Bəli, biz tarix dərsidə olsa, tarixdir, tarixdə olan hadisələr incələnmək üçündür. Biz fəqət tarix dərsini belə boş məlumat vermək üçün oxumuruq ki, bu vəhiy gəlib, vəhyin mənasını tanış olub ki, bu vəhiy nə demək istəyir Peyğəmbər? Ələq surəsinin ilk 5 ayəsi gəlir. Bu Bismillahirrahmanirrahim ki, onun təfsiri gedib da deyilib, onun o ayə işarədir. Ondan sonra buyurur Allah-u Teala İqra oxu. Demir kitabı oxu. Demir neydensə oxu. İşarə itilaqdır. Bunu məlum olur ki, hətta mən burada bir cümləndə deyim, o oxu, Peyğəmbər Əkrəm deyir, oxuya bilmirəm, və Həzrəti Cəbrail əleyhissalam bir lövhə getirir, o lövhədən bunu oxuyur. O Bismillah, Həzrəti Cəbrail vəhyi lövhə ilə getirirdi, ya ona deyirdi. Iqra ümumidir. Bizə bir məsəl var, qızım, sənə deyirəm, gəldim, sən əşir. Hər mübəlliğə bu ayə, hər kəs, hər bir mübəlliğ bunları başa düşdü və bu mərhələlərə qədəm qoydusa, təbliğində müvəffəqdir.
Xüsusən mübəlliğlərə bu söz. İslamı təbliğ eləmək istəyən hər kəs. Birinci bu da deyir, iqra, oxu. Bu demədir, nədən oxu ki? Mənası budur, hər bir şeyi oxu. Həyatda çoxlu yazılar var, oxu onu. Diqqət elə, Allahın nişanələri çoxdur, bax, oxu. İndi yaxşı, insan İslamın təbliğçisi birinci budur ki, İslam burada da bunu çıxardırlar ki, elmə, insanın inkişafı üçün oxumağa, ətraf aləmini oxumağa dəvət edir. Bəli, bu oxumaq vasitədir, hədəfdir. Oxu, ta sən mübəlliğ olasan. Oxunmaqla adam mübəlliğ olur. İqra niyə deyildi? Oxu demədi, eşitdi, təbliğ elə deyib, oxuduğu təbliğ elə. Qulaqla göz arasında Həzrət Əli əleyhissalam Nəhcü Bəlağada buyurub, 4 dənə barmaq fərq var. Gördüyü qəbul elə, eşitdiyi yəqədə çatmamış qəbul eləmə. O şeylər ki, oxuymusunuz, görmüsünüz, vücudu var, onu təbliğ edin. Filan kəs deyir, filan kəs deyir, o rolü nəql yalan dedi sənə. Bu bir. İkinci, iqradan məsələsində budur ki, oxu. Oxu, dedi ki, nədənsə deyilmir, kitabdan, vərəqdən, tablodan. Bütün aləmi oxu. Bütün aləmi oxuyan, əqaid bəhsidir, dünya görüşündə onu keçmişik. Onu oxuyan təbliğ eləməyə hazırdır. Və illə aləmi ələ oxuya bilməyənə nə təbliğ? Sual veriləcək bunun, cavab verəməyəcək. Sən nəyə təbliğ edəcək? Sonra deyəcək, filan kəsi sındırdıq. Görürsən, Peyğəmbər Əkrəm 40 yaşını necə yaşadı? Bütün aləmi oxutdurub. Xüsusi bir mələk təlimi ilə oxutdurandan sonra hələ Həzrət Əli əleyhissalam o rivayətində hikməti var. Allah mələk göndərir. Hər ustaddan da dərs almaq olmaz. Düzdür, istirahar halında əqidəsiz ustadlardan, əqidəsi düzgün olmayan ustadlardan dərs almaq olar. Amma istirahar halında eynən o bənzəyir donuz ətini yemək hökmünə. Amma o ustad ki, əqidəsi düzdür, əqidəsi dəqiq deyil və əslən əqidəsiz insandır, o adamdan dərs almaq düzgün şeydir. Çünki təsiri var insana. O, çünki özündə olanı aşırıyır insana. O alət ki, vasitədir, vasitəni də səhv verər insana. Bu iki. İkinci məsələ də odur ki, mələk Allahın nəzarəti altında aləmə baxır. Burada da nə deyir? Əqrə bismi Rabbik. Əcibdir, Allahunla oxum, Allahun vasitəsini oxuma demək. Allahun adının vasitəsini biz bu söhbətin getdiyim nəhlə əsmaullah. Bu bir. Əl-ləzi xələq. Burada keçən əqaid dərsində də işarə var. Orada dedim, Rəbb sözünü açıqlanacaq tarix dərsində. O da budur. Rəbb sözü təfsirdə də inşallah keçiriləcək. Elə burada da. Rəbb yəni tərbiyə edən. Tərbiyə edən nədir? İnsanın inkişafı aparan. Rəbbik, sənin Rəbbin kimdir? Səni kim tərbiyə edə bilər? Səni düzgün kim inkişaf elətdirə bilər? Əlləzi xələqə. O kəs ki, səni yaradır. Allah o qədər ədalətlidir ki, demir orada mən Rəbbimə. Oxu mən Rəbbin, mənəm sənin Rəbbin, səni mən yaratmışam, demir. Oxu ağla müraciətə qoyur. Yəni, zor gücünə qəbul elətdirmək təbliğdə yoxdur. Elmi dəlilən. Deyir, əqrə bismi Rabbikə
Rəbbimin adı ilə səni tərbiyə edən. Kimdir səni tərbiyə edən? Əlləzi xələqə. O səni yaradır. Kim səni yaradır? Çün sən onun bunun fikirləri, bəzilər məsələn çox təəssüf edirlər. O yaxçıdır onun bunun fikirlərini məlumat ünvanı ilə adam oxusun. Filan alim, filan qərbi alimin fikri budur, filan kesin nəzər, filan filosofun nəzəri budur, filan filosofun nəzəri. Məlumat üçün çox yaxşı şeydir. Amma onlar məsumdurlar. Mən bu həyatı bir dəfə yaşayıram, ikinci dəfə qayıtmayacam bu aləmə. Mənim bu günüm getdi, daha bir daha mən bu günə qayıtmayacam, bu saatlara qayıtmayacam. Birinin fikrini öyrənək. O da səni mənim kimi adamdır. O özünü yaratmayıb, qalsın məni yaratsın. Mən o kəsin köməkliyi ilə oxuyum ki, aləmə baxış açım olsun ki, o məni yaradıb, yaradan nədir? Aləmdən xəbərdardır və həqiqi məlumata sahibdir. O birlər həqiqi məlumata sahibdir, öz düşüncələri ilə, müəyyən ehtimal fərziyyələrlə, müəyyən bir şeylərdə özləri üçün yəqin etsin. Düzdür yəqinləri ya yox. İnşallah üsulda, bəhsində gələcəkdə qismət ilə oxuyucuz mümkündür. Bir adam müştəhid özü üsulda bir şey yəqinə çatır, sonra ayrılır ki, xəta edilmir. Çünki məsumdur. Hətta insanın yəqinə çatdığı məsələlərdə xəta edə bilər. Xətası, amma xətası harada olur müqəddimədə? Müqəddiməsi düz olsa yəqin heç bu xəta edər. Bu adamlar ki, çox zaman deyilir, bunların çoxsu müqəddimələrdə problemi olanlar adamlardır. Onların sözünə baxınca gedir, məsumların kəlamına baxar. Gedir, Allahın kəlamına baxar. Həyatı bir dəfə yaşayır, normal yaşayır. Böyük alimlərdən biri buyurdu ki, mən indi fəlsəfəçilər, mən fəlsəfə ilə düşmən deyiləm. Fəlsəfə elmindən də inşallah müqəddimə olaraq dərs deyəcək olsa dərsində. O dərsi də deyəcəm. Düzdür, fəlsəfəsi deyirəm və fəlsəfənin əleyhinə də deyirəm. Amma fəlsəfə əsl hədəfdir, o da deyil. Həyatı ancaq onun ilə bəziyə güzür, o da deyil. Böyük ələmadan biri, məşhur, məruflardan biridir. Əsfarat vaxtını sərf edincə Qur'ana sərf eləsəydim, mən daha çox iləri gedərdim. Əsfar, fəlsəfəçilər bildi mən nə deyirəm. Əsfara sərf elədiyim zaman var ki, onu neçə il oxuyurlar, neçə illər sərf edirlər. Fəlsəfi kitabdır. Ona sərf elədiyim vaxtı, hələ əsbar fəlsəfədə nəzəriyyələrdən biridir. Ondan sonra da nəzəriyyə gəlmişdir dünyasında. Ona sərf elədiyim vaxtımı Qur'ana sərf eləsəydim, mən çox qabağa gedərdim. Halbuki bu məruf, məşhur şiənin rükün alimlərindən biri olur. Ölməmişlər birinə qalıqa bax, bu kəlamdır. O kəsin, o Rəbb birincisi oxu kimin adı ilə səni tərbiyə, sənin aləmin kimin köməyinə oxu. O adamından köməklər oxumaq üçün, bu aləmi oxumaq üçün ki, sənin tərbiyə eləyəcək, inkişaf elətdirəcək. Əvvəla onu tap ki, səni kim inkişaf elətdirə bilər? O kimdir o? Əlləzi xələqə, səni yaradan. Çünki səni yaradıbsa, sən və aləmə nədir? Bunun məlumatı var, dəqiqdir məlumatı. Dəqiq məlumatlıdan gedərlər, dərs öyrənərlər. Onun vasitəsilə aləmi oxuyarlar. Oxumaq, özü də bu mübəlliğləri budur. Mən deyir ki, iqra, Quran oxuyan, nə qədər savabı var, işin yox bunda. Yəni, Quranı hələ bu cür oxu, filan şeyə, kitabı bu cür oxu. Yox! İqra'dan məsələ dedi, aləmi oxu. Aləmin içində biri özünsən, biri də səndən qıraqda olan hər bir şey. Amma kimi ilə səni tərbiyə eləyəcək, səni inkişaf elətdirəcək. Səni kimi inkişaf elətdir? Əlləzi xələqə, səni yaradan. Kim yaradı budur? Əcib bir sözdür. Bir xələqə, bir əldə deyil, yenə xələqəl insanə min ələqə. Niyə oxuyaq?
Niye okuyor? Vallahi bizi yaradan yok ya. Sonra Rəbb hükümüyle dedi, terbiye inşallah. Yaxşı. Niye xalaqal insana? O yaradı insanı. Allah özü deyir, o yaradı insanı. Birbaşa demir. Bu üçün dəlillə. Nədən? Min alaq. Min alaqin. Bu alaq indi deyəcəm nədir? 3 dənə nəzəriyə var. İnsanın nədən yarandığı, nədən başlanğıcına işarə verir. Başa salır ki, yəni, yaradan məlumatlıdır sənin hər cəhətindən. Onun köməyi ilə aləmi bax oxuyurken. Yəni, incə bismi Rabbikin mənası nədir? Tək özün oxuya bilməyəcəksən aləmi. Ya bezəcəksən, ya da ki, səhv nəticələr alacaqsan. İstəyirsən düz nəticə alasan, Arab. İndi xalaqal insanı min alaq. İnsanı yaradı alaqdən. Bu, alaq nədir? Alaqda 3 dənə nəzəriyə var. Biri budur ki, alaq sözü mənzur əlaqə. Yapışan bir şey. Bir şey əlaqəsi var deyir. Yəni, mənə bir şeylə yapışıb artıq. Əlaqına yapışıb. Oyluqa yapışan. İnsan vücudi gildən yaranır, qaçır. Yapışqandır. Xoş, nəzərə budur. Əlaqdan məqsəd budur, torpaq. Gil. İkinci məsələ budur ki, insan ha vaxt dünyaya gəlir. Atanın mənisi ilə ananın mənisi bir-birinə toqquşduqda, bir-birinə yapışdıqda. Nəzərdə budur, min əlaqin. Bundan yaradır. Bu ikinci nəzər. Üçüncü nəzəriyə ərəb o laxtalanmış xanadadır. Hər üç nəzəriyyədə əxlaqı bir nişanə var və əqidəvi bir nişanə var. İstəyir gül olsun, istəyir o məni olsun, istəyir qal. Mənası nədir? Qiymətsiz bir şeydən, özün də qiymət vermədiyi bir şeydən yaranmışsan. Yəni, sən qiymətsiz bir şeysən, istəyirsən qiymətə minəsən aləmdə, gərək aləmi oxuyasan. Gərək aləmi oxuyasın. 3 dənə nəzəriyyəndə min ələqin mənası budur. Və vallah, bunun nə məna? Oxumaqla bunun nə mənası var? Mənası budur ki, sən sıfırsan, qiymətsiz bir şey, özün də qiymət vermirsən, o şeydən iylənirsən, torpağa da o kilə də qiymət vermirsən, o mənliyə də qiymət vermirsən, o laxtaqan da sənin üçün qimətsiz və iyrənc bir şeydir. Çox gözəl. Bu üçü də həm iyrənc şeydir sənin üçün, həm qimətsiz şeydir. Çox gözəl. Sən kökün budur. Sən istəyirsən insan olasan, iqra, oxu, neyi oxu? Kitabdan yox, aləmi oxumaqla sən insan ola bilərsən. Sual budur. Bu da nübüvvəti, bu əqidə bəhslərindən də işarə vurur qısa-qısa. İnşallah gələcək bəhslərdə əqidə bəs. Niyə iqra kəlməsini birinci Allah Peyğəmbərə dedi? Ümumi insanlara da dedi, əqra'u, oxuyun. Amma dedi, əqra, sən oxuy. Əsli mübəlliğ, əsli insan, əsl kamil insan, Peyğəmbər kimi o istedadlara malik olsa, onda bu aləmi düzgün oxumağa qadir olacaq. Bu da və illa yox. 80 dənə fikirlə sən gəlməsənə başqa cürbəcür niyyətlərlə gəl. Oxu bu göbə aləmi, keçən dəfə əqaiddə dedi ki, dünya görüşündə deyir ki, Allah haqqında mən 5-6 dənə zehni suallara cavab vermək üçün. Yox, sən adı oxumaqla kamala çatmayacaqsan. Kamalı o zaman çatacaqsan ki, sən o sıfır nöqtəsindən ali bir mərtəbə çatırsan. İkinci, Allah burada əzəmətini göstərir. Allah burada
öz qüdrətini açır. Deyir, bax, mən belə Allahım, səni yaratmışam. Nədən? Bu tür qiymətli şeylərdən. Səni azad bıraxım, əqra, sən oxuyun. Özün gəl. Özün ged o məqamlara. Amma sən oxusun mən dediyim kimi, gələrsən olarsan Peyğəmbər. Necə Peyğəmbər? Belə ki, Cəbrail bir yerə gedəndə Cəbrail deyir, ya Rəsulullah, buradan tərəfə mən gedəmirəm. Bura sən və sən kimilər gedəbilər. Mən o tərəfli görəm. Məlakəni də vurub keçəcəksən. Məlaki sən heçdir. Ha vaxt o qiymətsiz şey gəlir o qiymətli bir şey çatar. Neynən o meyraca gedə bilər? Oxumaqla. Necə oxumaqla? Rəbbinin adını, o ad məsələsi, onları işarə olmuşdur. Rəbb tərbiyə almaq, inkişaf eləmək niyyət olsun. Kim səni inkişaf elətdirə bilər? Kim səni həqiqi tərbiyə bilər? Səni yaradan. Xob, yaratmağın yaradan qüdrəti nədir? Kimdir bu məni yaradıb? Deyir, bax, bu şeydən yaratmışam səni. Səni əl-insan eləyərəm. Xələqəl insan. Orada əcibdir. Demədi, Allah yarattı insanı, hər alınmışı bilirsən. Orada əcib bir şeylərdən budur. İnsana əliflam getir, mərifə getir, mənası. Yoxsa deyir, xələqə insanən. İnsan olaraq yaradır, insanı yaradır. Bu əl-insanən mənası budur, bir də ki, xas insanlar yaradır var. Onlar da o mərhələdən gəlirlər, o mərhələyə. Azad da hər kəs gələ bilər o mərhələyə. Ondan sonraki məsələ qısa-qısa işarə vurub gedirəm. Amma bunlar hamısı işarələrdir. Allah İmam-ı Zamanın zuhurunu təzir eləsin. Burada o qədər mətləblər yatır, əlimizin ağlımızda mı çıxır? O gəlsə nələr açıqlanınca Allah bilir. İndi yaxçı Allah Teala bir dedir, iqra. Bir dəfə ilə kifayət eləyər, yox. İqranı ikinci dəfə gedirik, bu boş söz, yəni əlavə elə belə bir də dedik, yox. İqranı bir də deyibsə mənası budur ki, bu aləmini çox oxuyayım mən. Aləmə çox bax. Hər cəhətdən bax. Bir də oxuyayım. Hansı halda? Və Rabbuka. Daha kərəm sahibi olan, üstünlüklərə sahib olan Rəbbindən. Oxu, bir halda ki, sənin Rəbbin daha üstünlüklərə malikdir, səni tərbiyə edən. Kərəm nədir? Kəramət nədir? Kəramət budur ki, hər bir üstünlüklər, hər bir ali şeylər onda var. Həm ən ali bir şey, sən kimdən get tərbiyə? Ən ali şeylər ondadır. Məsələn, gedib filosofun şəxsi fikirlərini öyrənirlər. Yaxşı şeydir onun məlumat olaraq. Amma ən əkrəm də bu, xeyr, uzaqbaşı olsa kərimdir, kərəm sahibidir. Əkrəmdir, əkrəmə get. Əgər istəyirsən, böyük mərtəbələrə gedəsən, əkrəmən get tərbiyəsini, kərim tərbiyəsini al. Onun vasitəsi ilə aləmə bax. O, əkrəm, kərim nədir? Kərim budur ki, özündə olan o üstünlükləri, o ali məqamları asanlıqla sənə verir. Asanlıqla sənə verir. İkinci bir sifəti də var, qeydi də var, kərəmdə. Sən istəmədiyin halda sənə verər. Ehtiyacın var bir şey, amma onu ağız açmamışsan. Kərəm sahibi odur ki, gəlib sənə verər istədiyi gün. Amma sən heç onu bir dəfə deməmişsən, mən filan ki, ehtiyacım var. Səxavətli adam budur ki, yox, gəlir səni, amma mənim filan şey ehtiyacım, o sənə verir, ehtiyacımı ödəyir. Onu ödülə səxavət. Amma kərəm sahibi budur ki, sən demədən sənə verir, özü də asanlıqla minnət də qoymur, ya Allah, get. Nə qədər bizə, hər gün bizə verir. Hər gün bizə ali məqamları çatmaq üçün məqamlar verir. Ya Allah, alırıq, tordu girir. O, uşağa qiymətli bir şey, uşaq qiymətli bilmək. Uşağa məsələ,
Bir dənə balaca şüşədən bir şey edəcək, bir də almaz. Onu da baxacaq onları. İkisini də onlayacaq, İqruş kimi ikisini də torlayacaq. Amma almasının qiymətini, neynədir? Uşağı yallar, o alması gedib getirər. Hər gün bizə o qədər Allah almaslar verir, bizdən onu şüşə bilirik, o qədər oynayıb atırıq ki, günlər. Əqrə və Rabbuka əkrəm. Əkrəmdir o. Səni kimdən ki tərbiyə al? O kəsdən tərbiyə al ki, əkrəmdir. Hər şey ondadır. Hər şey olanla gedin tərbiyə alarlar. Hər şeyi olanla aləmə baxarlar, aləmə oxuyarlar. Rabbukəl əkrəm kimdir? Əlləzi alləmə bil qələm. Qələmin vasitəsilə sənə elm öyrədir. O qələm budur, əlinizə tutub yazılır. Yox. Qələmə qələm niyə deyirlər? Qələmlə yazılanda ondan bir şeylə ayrılıb qalır orada. Qələmlə bir şey yazanda bir şeylə ayrılıb qalır. Təqlim. Təqlim dırnaq kəsməyə deyərlər. Həcdə xüsusilə təqsir məqsəd. Təqlim dırnaq kəsmək. Bizə ayrıldı ondan bir şey. Dırnağın özü var, əsli var, gəlir dalır. Diqqət elə. Dalır. Bu şeylərdə də dalır, gəlir. Ondan bir şey ayrılır, atılır. Qələm də bu cürdür. Bunun cövhəri var, mürəkkəbi var ki, qalır, əsli var, gəlir. Ondan bir şeylə ayrılıb qalır. Bəzi insanlar inkişafı neynən olmalıdır? O qələm, elm neynən olur? Keçmişə baxıb təcrübələr toplamaqdan. Bəzi adamlar var. İmam Zaman ağa gələndə nə olacaq? Biz nə olacaq? Dünya nə olacaq? Qiyamətdə filan şey nə olacaq? Filan nə olacaq? Filan, hala gələcəkdən sual verirlər. Çox gözəl, gələcəkdən bir dəfə adam bula filan şeydə düşünür, filan şey, çox gözəl. Amma bu dəqiqə o sənə bir fayda, gələcəkdə filan şey olacaq, filan şey bildi. Amma sən keçmişə bax, gör nə olanda olub. Nə olanda nə olub. O təcrübəni getir. Çünki o yəqini gözlə də görmürsən orada. Oxu nə? Sən gözlə görmürsən o an. Təcrübəni tapılar. Çünki insan yəqinə bir şeydən çatır. Görməyi ilə, oxu ona görə deyil. Gör. Nə keşik? Gələcəkdə filan şey olacaq, filan şey olacaq. Gələcək barəsində də yəqinə çatmaq üçün əqidədə də keçmişi oxumalısan. Keçmişdə necə, özdə necə o iqrə baxaraq, nə iş edərək? Oxu aləmdə gör filan kəs nə eləyəndə nə oldu? Nə eləyənlər nə oldular? Nə eləyənlər nə oldu? Kərbəla, Aşura məktəbinin hər il niyə təkrarlanır? İqrə və Rabbukəl əkrəm əlləzi əlləmə bil qələm. Qələm yazılıb gedim artıq onlar. İmam Hüseyin ağa qanı ilə yazdı həyatı. Bax, Yezid çirkin niyyətləri ilə yazıb həyatı. Onları oxuyur. Nə ki qəzət oxuyur. Günüz bir məsələdir aləm. Görün bu günləri oxumaq məsələsini bizim xətiblərimiz, bizim bəzi alimlərimiz nə günə salırlar ki, Avropa, Qərb dünyası, ateizm bundan bizim insanları yoldan çıxarmaq, elm oxumaq, kitab oxu, qəzət oxu, jurnal oxu, 80 cür jurnallar çıxardıblar, 1000 cür qəzetlər çıxardıblar. Bunlar heç nədir, boş şeylərdir. Əsli həyatı oxu. Əsl yazılış həyatını onlar nağıllarıdır, Məlik Məhəmməd nağıllarıdır. Onunla minlərlə adamı yoldan çıxardırlar da. Amma adam öz gözü ilə gördü ki, filan həyatı, filan kəslərin həyatını ki, gözü ilə gör, oxudu, o yəqinə çatdı. Aşura məsələsi hər illərlə təkrar olması səbəbi nədir? Yəqinə çatsın.
İnsan əgər Allah yolunda olsa, Allah deyənlə də olsa, hamı onun əleyhinə olsa, ailəsini də məhv eləsələr, özünü də məhv eləsələr, ailəsini də əsir eləsələr, Allah onu saxlayır. Bax, indi Kərbəlada İmam Hüseyin ağa gör necədir? Cahı Cəlallı. Amma bir zaman vardı, hamı onun əleyhinə. Bütün dünya onun əleyhinə. Amma bu günləri evdə oturanlarla qorulurlar. Ərbəin gəlir, Aşura gəlir, tez daşı salırlar, işidi salırlar ki, bu Hüseyin Zəvvala, Hüseyin Zəvvalının sayı 20 milyonu örtüb. Bu nə deməkdir? Dünya başqa kül olsun deməkdir. Hara baxırsınız dünya siyasətçilə, tez bura bir şey salar, virus salar, oyun qoyar. Yüzlərə bu oyunların səbəbi nədir? Sonra da bir göydə bir dənə silahı, ay mən çaşdım bu silahı, mən göndərməliydim İraq ordusuna, səhvən getdi işidə çatdı. Gözündən gör. İmam Hüseyin ağa nə qədər düşməni var, indi də var. Amma həmişə də məhv olublar tarixdə. Adları da silinir, özləri də silinir. Heç də qalmır onlardan. Nə gizli, həmişə qalır. Heç nə. Bütün aləm yaxşı gezdir, bir şey düzəltsinir, heç nə. Onlar düzəldir, Allah məhv edir. Allah, amma İmam Hüseyin ağanı Allah düzəldir. Səddama vaxt getdi, kitabı bağlandı. İmam Hüseyin ağanın hərəmini od vurdu. Əbəlfəz ağanın hərəmini od vurdu. O ilə də onun kitabı bağlandı. Getdi. Kim onu tərbiyə eləyənlərin əliyle getdi? Allah'dır. Hər kəs Hüseyin dəstgahına xain gözdən baxar, xain əlinizdə də Allah məhv eləyəcək. Mütəvəkkil tarixdə var. Nədir İmam Hüseyin ağanın? Qəbrini istədiyi gibi yerinə verilməsin. Axırda nə oldu? Mütəvəkkil ağanı İmam Hüseyin ağa apardı. Görürsən? O ayrılıb həyatda qalan şeyləri oxuyun. Bax, aləmə oxuyun. Nəinki boş dəftər, vərəq, qəzək, jurnalcad oxu, budur, vaxtı, git-git şeylərlə məhv elə. Demirəm onları da oxuma. Bunlar vasitədir məlumat almaq üçün. O Allah amma deyir, bu tür şeylə oxu. Allahın işi nədir? Bunu çox danışdıq. Bunu dediyim. Əlləməl insana ma ləm ya'ləm. O şey ki bilmir, onu öyrədir. Demək, burada bir dənə bir cümlədir. Allah bir dənə insana işarə vurur, insanınla xəbərdar olmasına işarə vurur ki, hər şeyini bilir. Onun biri də budur ki, insan bəzi şeylər var, bilir. Məntiqdə ona bədihiyyət deyirlər. Əslən, böyük bir şey, kiçik bir şeydən böyük olmasını bədihi bir şeydir bilir. Və bədihiyyət bəhsini baxın məntiqdə olur. İnsanda bəzi ibtida məlumatlar var, onu ilə hesab kitabını getirir. Sonraki məlumatlar düzdür, səhvdir, onu ilə ölçüb getirir. Yəni Allah insana deyir, oxuyanda da mənasız və lazımsız və yaxud bu dəqiqə sənə lazımlı olmayan şeylərdir, oxuma. O şeylər ki, bilmirsən, mən onları oxu. O şeylər ki, onlar haqqında məlumatın yoxdur, amma o məlumatı olması sənin üçün önəmlidir, onları oxu. Amma necə bil qələm, bu tektir qələmlə, indiki əsrdə iPad əsridir, bu dəqiqə internet əsri, indi qələmlər yığışıb gedəcək. Qələm tekib qələmdir, Ruskanı tut, belə-belə yaz, kanandaşı tut, məndən batırtı, ona yaz, bura. Bunlar boş-boş şeylərdir, nağıllardır. Gəlin Qur'anın həqiqi mənalarını dərk edir. Hər kəs, Allah Peyğəmbərinin niyə bu ayənin 5 ayəsini nazır? Hər kəs bunları qavrasa, sənin kimi mübəlliğ olacaq. Sənin kimi kamil insan olacaq. Kamil insanı düzəltmək istəyirsən, bunları qavramalıdır. Hər bir insanın təbliğlərimizdə də bir şeyi olduğunu açıqlayaq. Qur'anı açıqlayaq. Qur'anı açıqlayaq. Allaha and veririk İzzət-i Cəlalına və hərrəmli qayıdı bugünkü sözümüzdəki bu idi ki, Aşura balası Həzrət-i Ruqeyyyə selamullahi aleyha kimi aya öz balalarımızı da məhrəm, naməhrəm məsələsi aşılamışıq. Ya yox, vəlhamdülillah, Rabbil aləmin. Sallallahu aleyhi və səyyidina Muhammed və əhli beyti fəttah.